22-ci ildə mən çıxarış almaq istədim. Bir torpağın iki sahibi var. Gördüm ki, yox, bacarmıram. Bilirsiniz, bu suallara artıq cavab vermişim. Paytaxtın Səbail rayonu Salyan yolu 32 ünvanıdır. Vətəndaş 2012-ci ildə ərazidən 6 sot boş torpaq sahəsi alır və 10 il sonra 2022-ci ildə bu torpağa çıxarış almaq istəyəndə məlum olur ki, torpağın başqa bir sahibi var və həmin şəxs də 2015-ci ildə bu torpağa çıxarış alıb. Bəli, beləliklə bir torpağın iki sahibi var, çıxarışlı və çıxarışsız. 2012-ci ildə mən torpağı Babayev Emil, baba oğlu, hansı ki həmin dövrdə icra hakimiyyətində memar işləyirdi. Onun etibarnamə əsasında aldım. Torpaq da onun atasının adında idi. Bələdiyyə sərəncamı əsasında almışdım. Alan kimi gəldim, dörd bir yanı daş hasar çəkdirdim. Qapı astım, gəlib gedirdim, bir aydan bir, iki aydan bir gəlirdim. Yəni məndən başqa bura heç kim nə gəlməyib, nə baxmayıb. Qonşular da məni tanıyırdı. 22-ci ildə mən çıxarış almaq istədim. Bələdiyyə göndərdi məni əmlaka, əmlak bələdiyyəyə. Yəni belə fırlandım, amma bilmirdim başqasının da adında çıxarış var. O kim idi? O da Məcidov Tahir adlı bir şəxs idi. Bu torpağı həmin adam kimdən alıb? Kimlə aldığını bilmirəm. Bələdiyyə də boynuna almır ki, mənim xəbərim yoxdur. Siz torpağı almışdınız, o vətəndaşın adını çəkdiniz. Babayev Emil. Babayev Emil nə deyir? Ondan soruşursunuz. O deyir ki, biz 2012-də ona satdıq, ondan sonra kimlə əməliyyat apar, bundan mən xəbərim yoxdur. Mən dəfələrlə dedim ki, bura mənimdir, mən buranı almışam etibarnamə əsasında. Onlar dedi ki, biz çıxarışını alırıq, bizim nə vecimizə, nə varız qayrın. Amma mən dedim ki, axı bura mən əziyyət çəkmişəm, dörd bir yanına hasar çəkmişəm, qapı asmışam. Dedi ki, gəl daşları yığ apar. Söyüş kimi belə bir söz cavab verdilər mənə. Notariusdə bələdiyyənin mavini Abbasov Qurban gəlib, icranın mavini o vaxt ki, mavini mənə etibarnaməni verib, get, nə istəyirsən, tik. 2012-ci ildə siz və atanız torpaq satmışsınız Həmidə xanıma. Mən heç kimə torpaq satmamışam. Siz bu Həmidə xanımı tanıyırsınız ümumiyyətlə? Tanıyıram, bəli. Torpaq satmışsınız 2012-ci ildə? Yox, mən heç kimə satmamışam. Axı xanım deyir ki, torpağı alıb sizdən və atanızdan. Yox, yalan deyirlər. Orada mənim atamın adına sərəncam olub, orada bələdiyyə onun torpağını götürüb bələdiyyə satıb başqasına. Vətəndaşı qəbul etdik və məlum oldu ki, Səbail Bələdiyyəsində bununla əlaqədar heç bir müraciəti, rəsmi müraciəti olmamışdır. Ona tövsiyə oldu, məsləhət oldu ki, rəsmi müraciət olunsun bələdiyyə sənədi ilə əlaqədar və o müraciət əsasında onun bələdiyyə sənədi yoxlanılsın və sorğusuna cavab verilsin. Burada adı hallanan bələdiyyə sədrinin müavini olub əvvəllər Qurban Abbasov. Hansı ki, vətəndaş deyir ki, onun imzası var həmin o sənəddə. Qurban bəy indi çalışır burada yoxsa yox? Qurban Abbasov hal-hazırda Səbail Bələdiyyəsinin üzvüdür. Qurban bəy əvvəldən bu işin içində olub. Ondan nəsə öyrənmək olarmı, yoxsa? Bilirsiniz, bu suallara artıq cavab vermişim. Mən yenə dedim ki, rəsmi olaraq rəsmi qurumlar onunla məşğul olmalı və bu sualların da rəsmi qurumlara müraciət olmalıdır. Hüquq mühafizə orqanları var, arxiv sənədləri işləyənlər var, digər məsələlər var. Yəni, bununla əlaqədar bu məhkəmə predmeti olduğu üçün bu sualların cavabı mənə elə gəlir ki, araşdırma artıq bizə aid deyil. Deyirlər müraciət elə, amma 4 ildə araşdırma gedir. Bələdiyyə işçilərini də çağırırlar tez-tez. Ondan sonra bu işdə iştirak edənlərin hamısını yığırlar, izahat alırlar, ancaq heç bir nəticə yoxdur. Bələdiyyələr onlara ayrılmış torpaq sahələrdən əlavə digər təyinatlı torpaqları da, yəni onlara məxsus olmayan torpaqları da bələdiyyə torpaqları adı ilə vətəndaşlara satması bugünə qədər həmin torpaqların çıxarışla təmin olunmamasına gətirib sarmışdır. Etibarnamə yolu ilə satılan əmlaklarda çox sayda problemlər meydana çıxır ki, gələcəkdə bu problemlər müvafiq dövlət qurumları tərəfindən də öz həllini tapa bilmir.